hər bir kəsi xoş gördük, əziz dostlar. Bu günləri biz sizinlə yeni bir mövzuda danışmağa çalışacağıq. Bugündən etibarən biz inşallah psixologiya və din psixologiyası sahəsinə aid olan müəyyən görüşləri diqqətinizə çatdırmağa çalışacağıq, hansı ki, həmin görüşlər bizlər üçün, insanlar üçün faydalı ola bilər. İnşallah hər birimiz üçün bu videolar, bu paylaşımlar faydalı olar. Bu günləri isə biz öncə ilk videomuzu Alfred Adlerdən, onun müəyyən görüşlərindən danışmağa çalışacağıq. Alfred Adler psixoanaliz məktəbinin üzvlərindəndir. Onun haqqında qısa bir məlumat verək. 1870-ci ildə dünyaya göz açıb, uşaqlıqda keçirdiyi xəstəliklər və qardaşının vəfat etməsindən sonra psixologiya sahəsinə yönəlmə qərarını verib və o bildiyimiz kimi Sigmund Freudin yanında onunla bərabər çalışanlardan biri olub, ancaq müəyyən bir zaman sonra bir-birlərinə fikir ayrılıqları yaşadıqlarına görə Adler Freuddən ayrılaraq özünün ayrıcana psixologiya məktəbini qurub. Onun qurduğu məktəbin adı fərdi psixologiyadır və eyni zamanda onun bir nəzəriyyəsi də var ki, o qeyd edir ki, aşağılıq duyğusunun müalicəsinin həllinin var olduğunu bildirir. Onun əsas nəzəriyyələrindən biri budur. İnsanın aşağılıq duyğusunun həll edilməsi mümkün olduğunu qeyd edir və eyni zamanda fərdi psixologiya haqqında da ətraflı məlumat verməyə çalışır. Onun fərdi psixologiya məktəbi haqqında görüşləri əsasən İnsanı Tanıma Sənəti adlı kitabında qeyd olunub. Bu kitabı 1927-ci ildə çap eləyib, yazıb və həmin kitabda bu məktəblə bağlı ətraflı şəkildə bəhs eləyib. Bu günləri isə biz başqa bir kitabından danışmağa çalışacağıq. Təbii ki, biz bütün kitabı burada oxumayacağıq. Sadəcə bu kitabda lazım olan məlumatları, hansı ki, hər birimiz üçün faydalı ola bilər, həmin məlumatları diqqətinizə çatdırmağa çalışacağıq. Bu hansı kitabdır? Həyatın Məna və Məqsədi adlı, Azərbaycan dilində tərcümə olunanda bu cürlə tərcümə olunur. Bu adlı kitabın müəyyən görüşlərindən danışmağa çalışacağıq. Adler bu kitabda onun əsas hədəfi budur ki, insan həyata düzgün yanaşa bilsin. İnsan həyatda baş verən hadisələrə düzgün baxa bilsin, baxışını düzgün şəkildə formalaşdıra bilsin ki, öz həyatını, psixoloji olaraq sağlamlığını da bərpa eləyə bilsin. Yəni bu kitabda əsas hədəf və məqsəd bundan ibarətdir və bundan başqa eyni zamanda aşağılıq duyğusunun da müəyyən mərhələlərindən danışır bu kitabda. İnşallah gələn növbəti videolarda bu barədə ətraflı şəkildə məlumat verməyə çalışarıq. Adlerin əsas məqsədi budur ki, insan mən kiməm sualından çox hara gedirəm və nə üçün yaşayıram sualına cavab tapmağa çalışmalıdır. Onun fikri bu kitabda əsas bundan ibarətdir ki, insanı buna yönləndirir və yönləndirdiyi istiqamət budur ki, çalışsın insan doğru şəkildə bu sualın cavabını tapa bilsin. O ilk öncə nəyi qeyd edir? Qeyd edir ki, nə qədər insan varsa, demək bir o qədər də həyata verilən məna var. Bu nə deməkdir? Yəni hər bir insanın özünə məxsus şəkildə həyat baxışı var, həyata baxışı var, düşüncəsi var. Yəni insan həyatında baş verən hadisələrə özünün baxa biləcəyi çərçivədə yanaşır. Adlerin də diqqət çəkdiyi məsələ budur ki, insan hansı formada bu yanaşmanı eləyə bilir, həmin hadisələrə hansı formada məna verir, düzgün məna verir, yoxsa səhv məna verir. Əsas görüşlər bunun üzərində dayanır. Adler qeyd edir ki, insanlar mənalar dünyasında yaşayır və hər bir insan özünə məxsus şəkildə həyata məna verə bilir. İnsan deyir, heç bir mənadan qaça bilməz. Mümkün deyil ki, insan həyatının mənasından qaça bilsin, bu mümkün deyil. Sadəcə deyir, biz reallığı ona yüklədiyimiz mənalarla yaşayırıq. Yəni ki, bir hadisə baş verib, onun obyektiv mənasından daha çox insan subyektiv şəkildə onu mənalandırır və ona uyğun şəkildə də bir həyat tərzi özü üçün təqdim edir. Ona görə də qeyd edir ki, insan özü mənalandırdığına görə deyir, təbii olaraq həmin mənalandırma az və ya çoxdur, əksi ola bilər.
ümumiyyətcə səhv ola bilər, insanın bu cürünə mənalandırmağı da ola bilər. Təbii ki, hər bir insan həyata eyni cür baxa bilmir. Bu normal bir şeydir və insanlar həyatda baş verən hadisələrə də eyni şəkildə dəyərləndirə bilmir. Hər bir insanın öz qabına uyğun şəkildə dəyərləndirmə forması var ki, insanlar da bunu yerinə yetirir. Ona görə də Adler deyir ki, nə qədər insan varsa, demək bir o qədər də həyata verilən məna var. Adler'in qeyd elədiyi başqa bir məsələ isə bundan ibarətdir ki, buyurur ki, insan həyata məna vermək baxımından səhv eləyə bilər və mümkündür ki, ya az səhv eləsin, ya da ki, daha çox səhv eləsin. Bu o deməkdir ki, insan daha çox səhv eləyərsə, təbii ki, öz həyatını məhv eləyə bilər. Burada əslində bir kənara çıxaraq bir şey qeyd eləmək lazımdır. Biz Yusuf surəsinin 18-ci ayəsinə diqqət yetirsək, orada Yaqub əleyhissalam öz övladlarına buyurur ki, nəfsiniz etdiyiniz pis əməli sizə gözəl göstərir. Demək, bu insan üçün qaçılmazdır. İnsan bəzən ola bilər ki, həyata bu cürə baxsın, bir səhv görsün, səhv iş görsün, həmin səhv işi də özünün istədiyi şəkildə, ancaq həqiqətdən kənar düşərək, lazım olduğu şəkildən kənar düşərək mənalandırsın. Təbii ki, bu da insanın bəzi hallarda bu cür mənalandırma, səhv mənalandırma verməsi ilə həyatını bərbad eləyə bilər, həyatını puç eləyə bilər və bu kitabın da əsas məqsədi budur ki, insan həyatda nə üçün var, həyatın məqsədi nədir kimi suallara cavab tapa bilsin. Bundan əlavə Adler bir məsələni də qeyd edir. Deyir, həyat nə üçündür, həyatın mənası nədir sualı İnsan deyir, hansı zamandan varsa o sual o zamandan bəri var. Yəni insanlığın tarixi qədərdir bu sualın müddəti. İnsan hansı dövrdə yaşayıbsa, hansı zamandan indiyə nə qədər gəlib çatıbsa, həmin zaman var olandan, insan var olandan bu sual da var. Və onu qeyd edir ki, bəzən olur insan bu sualı özünə vermir. Çox vaxt deyir insan bu sualı özünə vermir. Ancaq hansı vaxtda bu sual verilir? Adler qeyd edir ki, insan sıxıntılara və çətinliklərə düşən zamanı bir çox hallarda bu suala cavab tapmağa çalışır. Yəni artıq cavab tapmağa çalışır ki, həyatın məqsədi nədir? Mən niyə varam? Haradayam? Nə iş görürəm? Gördüyüm işlər məni nəyə doğru istiqamətləndirir? Bu kimi sualları deyir çox vaxt insan səhv yola düşəndən sonra, sıxıntılara düşəndən sonra verir. Ancaq deyir, ola bilər insan bu sualı özünə verməsin. Məsələn, heç bir zaman insan düşünməsin ki, həyatımın məqsədi nədir, yaşamağımın məqsədi nədir? Bu sualı deyir, ola bilər verməsin, ancaq deyir, insanın gördüyü işlər, etdiyi davranışlar dolayısıyla bu sualın cavabıdır. İnsan ola bilər həmin sualı vermir özünə. Ancaq, məsələn, insan hər hansısa bir iş görəndə qabağına bir məqsəd qoyur. Məqsəd qoyur ki, həmin məqsədə doğru addım ataraq nəsə bir iş görəcək, o məqsədə çatsın. Ancaq bu suala ola bilər ki, insan özünə verməsin ki, mən bu işi niyə görürəm? Ancaq qəlbində belə deyək, ürəyinin dərinliklərində bir tutduğu məqsəd var, bir məna var. Ona görə də deyir ki, hər bir insan deyir, nə qədər insan varsa, o qədər də həyata verilən məna var. Təbii ki, burada bir məsələyə diqqət yetirmək lazımdır. İnsanın həyatda məna axtarmağı baxımından, həyatda nə üçün varam sualına cavab tapmaq baxımından önəmli məsələ təbii ki, din amilidir. Burada Adlerin görüşlərindən haşiyə kənara çıxaraq bunu qeyd eləmək lazımdır. Qeyd eləməyə daha doğrusu lazım bilirəm. Burada din amili daha çox önə çıxır. Biz din psixologiyası ilə bağlı olan araşdırmalara diqqət yetirsək, orada da qeyd olunur, bir çox araşdırmalar da qeyd eləyir. İnsanın həyatına məqsəd və məna qatan ən əsas faktor Tanrı inancıdır, din anlayışıdır. Bunlar olanda insanın həyatında məqsəd və məna olur. Biz eyni zamanda Viktor Franklın görüşlərinə, nəzəriyyələrinə diqqət yetirsək, bildiyimiz kimi o İkinci Dünya müharibəsində Alman kamplarında əsir olaraq yaşayıb və orada bir çox sıxıntılar görüb və həmin sıxıntı gördüyü macəralardan dolayı bir kitab da yazıb. Bir neçə kitabı var təbii ki. Onun yazdığı kitablardan biri də insanın məna axtarışı kitabıdır. Bu məna axtarışı kitabında əsas çətinliklər üzərindən həyata baxış
həyatda qalma mücadeləsindən əsas söz açır orada və onun da dayandığı əsas nöqtələrdən biri Tanrı inancıdır. Allah inancıdır ki, bu inanc vasitəsilə insan həyatda doğru məqsədini və mənasını tapa bilər. Biz xüsusən Qurani-Kərimin ayələrinə diqqət yetirsək, biz burada artıq haşiyədən çıxmışıq. Sadəcə mövzumuzun üzərindən bunları danışmağa çalışırıq. Quran ayələrinə diqqət yetirsək, elə Quran ayələrinin istiqamətinə baxsaq, insanları istiqamətləndirir. İnsanları düzgün şəkildə həyata yönləndirir. Az öncə də qeyd elədik, insan ola bilər bəzi məsələlərdə səhv məna verə bilsin. Təbii ki, həmin verdiyi məna onun həyatını 180 dərəcə dəyişə bilər. Ancaq biz baxanda din amilinə, Qurani-Kərimin ayələrinə diqqət yetirəndə doğru yola, insanları doğru şəkildə istiqamətləndirmə görürük. Belə olan halda da insan həyatda əsas məqsədi, əsas mənanın sualına cavabı tapa bilər. Bu günlük bu qədər əziz dostlar. İnşallah növbəti videolarda bu kitabın digər hissələrindən də müəyyən qədər danışmağa çalışacağıq və bir daha ümid eləyirik ki, hər birimiz üçün xeyirli olar, müəyyən məlumatlar əldə etmiş olarıq və hər bir kəsə də izlədiyinə görə təşəkkürümü bildirirəm.